hər kəs sorğu-sual olunacaq. Allah Azza və Cəllə Quran-Kərimdə buyurur ki, "Vaqifuhum innahum məs'ulun." Allah buyurur ki, onları dayandırın, onlar sorğu-sual olunacaq. Həqiqətən bu ayə qiyamət səhnəsini bir kadrını təsvir edir. Bütün qullar saxlanacaqdır. Allah sənə verdiyi nemətlər haqqında sorğu-sual edəcəkdir. Və sənə göndərdiyi elçi haqqında sorğu-sual edəcəkdir. Buyurduğu əmrlər və qadağalar haqqında səndən sorğu-sual edəcəkdir. Allahın hansı əmrlərini yerinə yetirdin, hansı qadağalarından çəkindin? Bunu İbn Kəsir rəhmətullah aleyh buyurur. Qurtubi rəhməhullah bu ayənin təfsirində buyurur ki, bu sorğu-sual bütün insanlara aiddir. İman gətirənə də, inkar edənə də. Hər kəs öz əməlinə görə cavab verəcəkdir. Hər kəs öz əməlinə görə cavab verəcəkdir. Bu həqiqətən də məsuliyyətdən heç kimin qaça bilməməsi üçün bir ibrətdir. Yəni, bir məsuliyyət var qarşıda deyir. O məsuliyyətdən də heç kim qaça bilməyəcək. Heç bir şəxs. Kim olursan ol, istəyirsən padşah ol, istəyirsən kölə ol, azad insan ol, peyğəmbər ol, salih insan ol, kim olursan ol, qiyamət günün məsuliyyətindən heç kim qaça bilməyəcəkdir.